Igor Kirillov var idi, Vremyanın aparıcısıydı. Sovet vaxtında o xəbərləri də qəribə bir səslə oxuyurdu. Bir nömrəli diktor sayılırdı. Təxminən 50-ci illərdən ta bu il dünyasını dəyişdi. Bu il 89 yaşında, səhv eləmirəmsə. Dünyasını dəyişdi. Bir müsahibəsi var. Deyim, mənim müəllimim bir şey öyrətmişdi həmişə ki, sən heç zaman komplimentə falana fikir vermə. Səni tərifləyən olacaq falan, onlara fikir vermə. Sən deyir həmişə tənqidə önəm ver. Tənqid faydalıdır sənin üçün. Hətta düşmənlərin tənqidi. Daha çox düşmənləri, səni sevməyən, qərəzli adamlar var. Onların tənqidinə daha çox fikir ver. Çünki onlar çox zaman səni lap izləyir, sənin eybi rahat tapır. Dost görmür də, düşmən isə görür. İndi nə olsun o düşməndir, qərəzlidir, nə üçünsə deyir, səni gözün... Onun niyyəti ilə işin yoxdur. Sözünə bax, bil ki, o qurdalayıb səndə doğrudan da olan bir eybi tapacaq ki, olmayan bir şey deyəndə təsir eləmərək sənə zərbə vurmaq üçün. Bunları danışır, deyir ki, milyonlarla adam mən bunu bir ruhanidən danışmışdım, indi də qeyri-ruhani bir adamdan danışım. Deyir, mənə bütün Sovet İttifaqından sevgi məktubları falan, həm yaraşıqlı adam sayılırdı, həm bir nömrəli idi də, yəni. Belə, elə falan, deyir, bir gün deyir, verilişə hazırlaşırdım. Hansısa tədbirin aparıcısıydım, ona hazırlaşırdım, başım aşağı baxıram. Deyir ki, Rus qadını danışır, mənə görmür arxada. Deyir, mən bu Igor Kirillovdan heç xoşum gəlmir, heç bacarmır bu aparıcılığı, səsi də belə bir cürdür filandır. Filan diktir, ondan daha yaxşıdır, deyir. Mən deyir, yandım əlimdə oxuduğum şeyi saxladım, deyir, başladım, deyir, gülməyə, qəhqəhə ilə gülürəm. Deyir, cama dedim ki, başım xarab olub mənim. Dəli oldum, birdən-birə gülürəm. Deyir, dedim ki, müəllimin sözü yadıma düşdü və gördüm ki, bu mənim deyir, özümü bəyənməyimə ən sarsıdıcı zərbə idi. Bunu dindar adam, dindar deyəndə özün dininə inancına inanır. Yəni, təkcə elə bilməyin ki, bu söhbətlər burada gedir elə məsciddə. Bu, ağıllı insanların gəldiyi nəticə. Deyir, mən gördüm ki, mənim deyir, özümü bəyənmişdim çox, elə bilirdim ki, elə mən burada mənəm Bağdadda kör xəlifə, mən orada gördüm ki, yox, sən bəyənməyənlər də çoxdur. Və deyir, gördüm ki, sevindim bundan, şad oldum. Sevindim ki, mənim o özümü bəyənməyimə bu şəkildə zərbə dəydi. Allah biz insanların o içində olan o təkəbbürü, tüğyanı bəlalarla vurur. Amma bəzi adamlar zirəkdir, ağlı ilə, təfəkkürü ilə öz nəfsini öz yerində elə otuzdurur ki, da bəlaya ehtiyac olmur, da sıxıntıya ehtiyac olmur.